Salam, değerli həmkarlar, əziz kanalımın izləyiciləri, hər vaxtınız xeyir olsun. Ədəbiyyat dərslərimizə davam edirik. Bugündən kanalda yerləşdirilməyən əsərlər haqqında da məlumatlar yerləşdiriləcək. Yəni, video izahlar hansı mövzu ki yoxdur, həmin mövzuların izahı kanalda yerləşdiriləcək. Bugün Əfsələddin Xaqaninin Gənclərə Nəsihət şeiri haqqında danışacağıq. Siz şəkildə Xaqaninin rəsmini görürsünüz. Demək, görürük ekranda Əfsələddin Xaqaninin Gənclərə Nəsihət şeirinin. Qarşımızda bir əsər var. Həmişəki qayda ilə birinci nəzəriyyədən keçdiklərimizi əsərin üzərində tətbiq etməliyik. Nəzəriyyədən də ilk birinci nəyi keçirik? Öyrənirik, nəzm yoxsa nəsr. Və biz də baxırıq, qarşımızda bir əsər, bu əsər görürük ki, nəzmlə yazılıb. Demək, ilk buna baxdıq ki, əsər nəzmlə yazılıb. Nəzmlə yazıldığını biləndən sonra biz artıq onun qafiyə sistemini, şeir vahidini, şeir şəklini, janrını, bir sözlə nəzmə aid xüsusiyyətləri burada müəyyənləşdirə bilərik. Nəzmin əlamətləri verilib, artıq nəzmsə biz o qədər xırdalığa getməyək. Burada bir şey qeyd edeyim ki, Xaqaninin əsərləri bildirir ki, Azərbaycan dilində yazılmıyor. Yəni, türkcə deyil, fars dilində yazılıb, sonradan Azərbaycan dilində tərcümə olunur. Yəni, qarşımızdakı əsər tərcümə əsərdir. Ona görə də o dövrün dili haqqında bu əsər üzərində biz bir şey deyə bilmərik. Nəzmlə yazılıb, şeir vahidi nədir? İkinci biz baxmalıyıq bu şeirin vahidinə. Şeir vahidi deyəndə biz nəyi düşünürük? Bir beyt, bənd, bir də misra var. Və biz də baxırıq elə ekranda bunu görəndə cüt-cüt görürük. Deməli, şeir vahidi nə olur? Olur beyt. Və sonra şeir şəklinə baxırıq. Şeir şəkli nədir? Əgər beytdirsə, daha heç düşünməyə də dəymir. Çünki beyt ikilik deməkdir. Beytlərlə yazılan sadəcə ikilik şeir şəklidir. Bənd olsaydı biz şeir şəklini üçlük, dörtlük, beşlik deyə bilərdik. Amma burada sadəcə ikilikdir, beyt deyirik. Beyt isə deməli şeir şəkli ikilikdir. Qafiyə sisteminə baxaq, sonra məzmuna baxıb təhlilinin qalan hissələrini sonra deyəcəyik. Cavan, salam, deməli bu oldu A. Etibar, tarmar, bu oldu B. Əvvəli, əli, bu oldu C. Və s. Demək, cüt-cüt qafiyələnib. Cüt-cüt qafiyələnibsə, biz buna məsnəvi deyəcəyik. Bilirik ki, məsnəvinin qafiyə şəkli belədir. Amma məsnəvi bilirik ki, bir şeir şəkli var, bir də janr var. Bu janrdırmı, yoxsa şəklidirmi? Buna əsərin məzmununu biləndən sonra, yəni məzmunla tam tanış olandan sonra biz buna qərar verə bilərik. Ona görə də daha doğrusu birinci deyil artıq, əsərin məzmunu ilə tanış olaq. Adından görürük ki, gənclərə nəsihət. Deməli, müəllifin gənclərə tapşırığı öyüd nəsihətidir. Fitnə törətmə, ey fitnəkar cavan. Fitnədir elləri dərdlərə salan. Ey fitnəkar cavan, fitnə törətmə. Burada biz görürük ki, ey fitnəkar cavan müəllifin müraciətidir, xitabdır. Ona deyir ki, fitnə törətmə. Burada vergül olmalıydı qaydaya görə, amma qoyulmayıb. Ona görə mən özüm qoydum burada. Ey fitnəkar cavan, fitnə törətmə. Fitnədir elləri dərdlərə salan. Elləri çünki ellər deyəndə insanlar nəzərdə tutur. Ellərdə yaşayan insanları dərdə salan həmən bu fitnədir. Cana məlhəmsə də vəfa etibar, fitnəkarlıq edər onu tarımar. Vəfalı olmaq, etibarlı olmaq insanın canının dərmanıdır. Məlhəmdir, məlhəm dərman demək. Fitnəkarlıq edər onu tarımar. Amma vəfalı olmaq, etibarlı olmaq insanın canına məlhəmdirsə də, amma fitnəkarlıq onu bir anda tarımar eləyər. Yəni, fitnəkarlıq, kimsə fitnəkarlıq eləyib iki dostun arasını vurursa, bu zaman o vəfa, etibar tarımar olur, gedir. Hilə oğurluqdur, xoşsa əvvəli, oğrunun axırda kəsələr əli. Hilə oğurluqdur, əvvəli xoşdur, amma axırda oğrunun əli kəsilir. Burada müəllif nə deyir? Deyir ki, hilə, kimsə hilə işlədirsənsə, bu bir oğurluqdur. Oğurluğun əvvəli xoşdur. Niyə görə? Çünki nəyisə oğurlayırsan, o oğurladığın bir mal sənin əlində qalır və sən
sevinirsən, şad olursan, bundan məmnun olursan və xoşdur, əvvəli xoşdur. Amma sənin oğurluğun üzə çıxanda əli kəsirlər. Oğurluğa görə insanın əlini kəsilə bilir. Vəfa küçəsində ev tut, yəqin bil. Vəfa mənzilidir, ən yaxşı mənzil. Vəfa küçəsində evidir, Vəfa küçəsində tut. Yəni burada əlbəttə müəllif Vəfa küçəsi dedikdə Vəfa adlı küçədən söhbət getmir. Yəni qonşuların vəfalı adamlar olsun, vəfalı insanların arasında yaşa. Və bil ki, ən yaxşı mənzil vəfa mənzildir. Yəni sən hər zaman vəfalı ol. Bugün yoxdursa da kimsədə vəfa, vəsiyyət edirəm. Olma bir vəfa. Bugün deyir, kimsədə vəfa qalmayıb, etibar qalmayıb. Amma yenə də mən sənə vəsiyyət edirəm ki, bir vəfa olmayasan. Çalış az dostluq et. Etsən də əgər, dostluqda möhkəm ol, sözdə mötəbər. Çalış ki, dostun az olsun, az dostluq elə. Əgər dostluq eləsən də, möhkəm ol, dostluğundan möhkəm ol. Sözündə mötəbər ol. Yəni, sözü ağası ol, bir növ. Dostluğunda möhkəm ol. Sözündə də hörmətli ol. Mötəbər əslində hörmətli mənasında işlənir. Yəni, hər zaman hörmətli ola bilərsən. Dostu qovanları alma yanına. Yoxsa gözüm ağlar sənin halına. Kimsə öz dostunu qovursa, sən o adamı yana alma. Yəni, bir kimsə dostunu qovsa, sən gedib həmin adamdan dostluq eləmə. Çünki dostunu qovan adam bir gün səni də qova bilər. Və özün öz hala ağlayarsan. Dostun haqlı vursa birini zinhar, demək ki, layiqdir, çıxma havadar. Əgər dostun haqlı olaraq birini vurursa, bir şillə ilə, ya nə ilənsə vurubsa, deməli ki, o buna layiqdir. Ona görə də sən ona havadar çıxma. Yəni, gedib onun tərəfini tutma. Qırsa bir budağı dost hislənərək, o cənnət ağacı olsa da əl çək. Əgər dost bir dənə budağı hirslənib bir ağacın budağını qırarsa, istəyir o ağac cənnət ağacı olsun, cənnət budağı olsun. Sən ondan da əl çək. Yəni, o ağacdan əl çək, dostdan yox. Dostun əkdiyi gül olsa da tikan, çıxarıb yerindən onu atmasan. Dostun bir gül əkib, əgər o əkilən gül tikandırsa, sən onu yerindən çıxardıb atma ki, bu tikandır. Çünki dostunun xətrinə dəyə bilər. Çünki onu dostun əkib. Özgənin əli ilə adam olanlar dost qədri bilməzlər, nankör olanlar. Kim ki, başqasının əli ilə bir adam olub, həmin adam dost qədri bilməz. Yəni, özü insan olmayan, başqasının əli ilə insan adam olanlar. Onlar həmişə nankör olurlar və onlar heç vaxt dost qədrini bilməzlər. Bir kiçik adama nəvaziş etsən, sənin böyüklüyün getməz əlindən. Balaca bir uşağa, balaca kiçik adama nəvaziş göstərsən, xoş sifət göstərsən, bu demək deyil ki, sənin böyüklüyün artıq əlindən getdi, sən də bir uşaq oldun. Bu demək deyil. Ona görə də kiçiklərə nəvazişlə yanaşmaq lazımdır. İtə nə rəng vursan, itdir. Aslandan qalan sümükləri yeyər hər zaman. İtə nə qədər deyir, rəng vursan, nə rəngi vursan, o yenə də itdir. Və həmən it ancaq aslandan qalan sümükləri, aslanın yediyindən artıq qalan sümükləri yeyər hər zaman. Razılıq etsə də təriflərindən naəhlin başını havalatmasan. Sən tərifləyirsənsə, kimsə tərifləyirsənsə, kimsə ondan xoşallanırsa, razılıq eləyirsə, o əhali olmayan adamın onun başını havalatmasan. Yəni, o sənin təriflərindən o necə eləyirlər, şişməsin. Sənin təriflərindən özünü o təriflərə layiq bilməsin. Sən onu öydükcə o lovğalanar, özünü yoldaş yox, əmoğlu sana. Sən əgər həmin adamı öysən, tərifləsən, o ancaq lovğalanmağa başlayar, özünü sən yoldaş yox, artıq özünü elə aparar ki, sənin əmoğlun da, əmoğlu kim aparar özünü? Daha boyun əyməz işə, xidmətə, lovğalar yabancı olur hörmətə. Həmin adam deyir, yəni təriflədiyin haqsız yerə deyəndə, yəni layiq olmayan kimisə tərifləyirsənsə, o adam deyir, lovğalanıb, özünü sənin əmoğlun sayacaq, o qədər özünü sən yaxın biləcək ki, daha işə, xidmətə boyun əyməyəcək. Çünki o lovğadır, lovğalanacaq ki, məni filan kəs tərifləyib və bu lovğa adamlarda həmişə hörmətə yabancı olurlar, yəni hörmət başa düşmürlər olar. Ona görə də layiqi olmayan insanı
bir növ lovğalatma. Yəni onu tərifləmə ki, o da lovğalanmasın. Boyun böyüklüyü deyildir gərək. Hümmətdə böyükdür hər xırda ürək. Boyun uzun olsun, böyük olsun deyir. Onun gərək lazım deyil. Boyun uca olunsa, hörmətin uca olsun, qoy hörmətin böyük olsun. Dünyada aqil tək bir ustad varmı? O bir qul yanında şagird olarmı? Dərslikdə ağıl gedir bu isə. Dünyada deyir, ağıl kimi bir ustad varmı? Ustad, müəllim, öyrədən. Yəni varmı? Ağıl deyir, heç gedib bir qulun yanında şagird olarmı? Heç vaxt olmaz. Nemət üçün tərif yazma nadana. Elmi hikmət əhli layiqdir buna. Nadan adamlara gedib tərif yazma. Nadan adamları tərifləmə. Tərifə layiq olan ancaq elm əhlidir. Hikmət əhlidir. Yəni fəlsəfə əhlidir. Elmi hikməti bacaran insanlara, bu əhaliyə layiqdir tərifə ancaq. Yalnız hünərinlə sən şöhrət qazan, təriflə həcvdir yerdə qalanlar. Ancaq deyir, çalış ki, sən şöhrəti öz hünərinlə qazanasan, özün qazanasan, özün şöhrətli olasan, öz hünərinlə o şöhrəti qazanasan. Qalanlar elə belə təriflə yüksəliflərsə, kimsə onları tərifləməklə yüksəlirsə, o bir həcvdir. Həcv tənqid, təhqirli şeir deməkdir. Sənətdə tək olan bu Xaqanidən gəl incə mənalı fikir eşitsən. Burada Fəxriyə deyə bilərik bu hissəyə. Özünü tərifləyir müəllif, deyir ki, bu Xaqani sənətdə təkdir. Şeir sənətdə deyəndə şairliyi nəzərdə tutur. Xaqani deyir, sənətdə təkdir və sən gəl ondan, yəni Xaqanidən incə mənalı nəsihətlər eşit. Yəni Xaqani bayaqdan dediyi bu nəsihətləri incə mənalı nəsihətlər, sözlər adlandırır və deyir ki, gəl sən Xaqanidən bu cür incə mənalı fikirləri eşit. Qorun pis adamdan, anla ki onlar, əqrəb tək kör olar, ilan tək lal kar. Pis adamlardan özü qoru və başa düş ki, bu cür insanlar əqrəb kimi kör olurlar, ilan kimi lal kar olurlar. Bax, bu əsərin məzmunu. İndi əsərdə işlənən bədii təsvir və ifadə vasitələrinə diqqət eləyək və digər hissələrə baxaq. Fitnə törətmə ey fitnəkar cavan, fitnədir elləri dərdlərə salan. Burada nə işlənib? Xitab bayaq dedi, ey fitnəkar cavan, bu xitabdır. Sonra burada işlənib fitnə sözləri təkrar olunur. Fitnədir, fitnəkar. Bunlar təkrirdir. İnversiya işlənib, elləri dərddə salan fitnədir sözü misranın əvvəlinə keçib. Bir də metafor var. Metafor da burada fitnədir elləri dərdlərə salan, eli dərdə salan fitnədir. Fitnə elləri dərdə salır, belə desək. Bir də burada metafor işlənmiş olur. İkinci beytdə cana məlhəmdirsə vəfa etibar, fitnəkarlıq edər onu tarimar. Qafiyələr də deyək, birinci beytdə cavan salan sözləri natamam qafiyədir. Eləcə də ikinci etibar tarimar, ikinci beytdəki etibar tarimar sözləri, bunlar da yoxsul qafiyədir, yəni natamam qafiyədir. Vəfa etibar cana məlhəmdir. Burada da inversiya var. Birinci misrasında inversiya var, ikinci misrasında yoxdur. Sonra metafor işlənib, vəfa etibarın cana məlhəm olması, fitnəkarlığın onu tarimar etməsi. Bir də təzad var, çünki deyir ki, etibar vəfam cana məlhəmdir, amma fitnəkarlıq onu tarimar edir. Fitnəkarlığın tarimar etməsi, burada da metafor var. Hilə oğurluqdur, xoşsa əvvəli, oğrunun axırda kəsilər əli. Əvvəli əli sözləri qafiyə, bu da natamam qafiyədir. Təşbih işlənib, çünki deyir hilə oğurluqdur. Hilənin oğurluq olması həm hilənin, həm də oğurluğun adını çəkdiyinə görə burada təşbih işlənib, inversiya var, bir də təzad var. Əvvəli ilə, hilənin əvvəli ilə sonu müqayisə olunur bir-biri ilə, ona görə təzad var. Vəfa küçəsində ev tut, yəqin bil, vəfa mənzilidir, ən yaxşı mənzil. Vəfa sözləri misranın əvvəlində təkrar olunub, bu anafora biz buna deyəcəyik. Qafiyə sözləri bil, mənzili, bu da yoxsul qafiyədir. Sonra bir də burada inversiya var. Bugün yoxdursa da kimsə da vəfa, vəsiyyət edirəm, olma bivəfa. Vəfa, bivəfa sözləri, buna zəngin qafiyə deyə bilərik. İnversiya var
və yenə də burada təzad var. Vəfa, etibar heç kimdə yoxdur, amma sən yenə də bivəfa olma. Əkslik yaradır burada. Çalış az dostluq etsən də əgər, dostluqda möhkəm ol, sözdə mötəbər. Burada da qafiyələr əgər mötəbər sözləri yoxsul qafiyədir. İnversiya var və yenə də təzad işlənib. Çünki az dostluq deyir, eləsən də dostluqda möhkəm ol sözü. Yəni bir deyir az ol, bir də deyir möhkəm ol. Dostu qovanları alma yanına, yoxsa gözüm ağlar sənin halın, yoxsa dəstəkdə belə gedir ki, yoxsa gözün ağlar bu əhvalına, belə verilir. Demək burada yanına, halına, burada yoxsul qafiyədir. Burada nə işlənir? İnversiya var, burada da bir də təzad var. Dostu qovanı yanına almaqla ağlamaq burada təzad yaradır. Sonra dost müttəhim edib, dostun haqlı vursa birini zinhar, demək ki, layiqdir, çıxma havadar. Bunu mən internetdən götürmüşəm, bir beyt deyəsən burada yoxdur, əvəzində başqa beytlər var. Dostun haqlı vursa birini əgər, birini zinhar, demək ki, layiqdir, çıxma havadar. Dostun əgər birini haqlı olaraq vurubsa, demək ki, o buna layiqdir, sən ona havadar çıxma. Zinhar, havadar yenə yoxsul qafiyələrdir və burada da təzad yaranıb. Vurmağı, sən də ona havadar çıxmağı. Qırsa bir budağı dost hislənərək, o cənnət ağacı olsa da əl çək. Burada da hislənərək əl çək sözləri qafiyədir, yenə yoxsul qafiyədir, inversiya var, təzad var, bir də mübaliğə var, şişirdilib burada. Qırsa bir budağı dost hislənərək, o cənnət ağacı olsa da əl çək. Burada inversiya var, bir də təşbih də var burada. Çünki qırılan ağacı cənnət ağacına bənzədir. Ona görə burada təşbih var. Sən ondan əl çək, təzad da var burada. Dostun əkdiyi gül olsa da tikan, çıxarıb yerindən onu atmasan. İnversiya, təşbih, təzad var. Burada inversiya, təzad və təşbihdən istifadə olunub. Dostun əkdiyi gül olsa da tikan, bunu dedik. Özgənin əli ilə adam olanlar bu beyt dərslikdə olmadığına görə bunun izahını deməsək də olar. Bir kiçik adama nəvaziş etsən, sənin böyüklüyün getməz əlindən. Balaca bir insanla sən nəvaziş göstərsən, sən böyüklüyün əlindən getməz. Etsən əlindən yoxsul qafiyədir. İnversiya, bir də təzad var. Kiçik adamla böyüklüyün qarşılaşdırılması var burada. İtə nə rəng vursan, bu dərslikdə yoxdur. Razılıq etsə də səndən bir nadan, onun tərifinə aldanmayasan. Bilirsiniz ki, bayaq dedik, bu əsər fars dilində yazılıb. Farsında yazılıb və sonradan tərcümə olub. Tərcümələr müxtəlifdir. Burada razılıq etsə də təriflərindən naəhlin başını havalatmasan, amma dərslikdə belə gedib ki, razılıq etsə də səndən bir nadan, onun tərifinə aldanmayasan. Əslində dərslikdəki daha doğru, daha yaxşı verilib. Bir nəfərdir, nadan adam səndən razılıq eləsə də, o səni tərifləsə də, sən onun təriflərinə aldanma. Burada da deyir ki, naəhlin başını havalatmasan. Yəni səndən tərifləyirsə də o səni şişirtməsin. Sən onu öydükcə o lovğalanar, özünü yoldaş yox, əmoğlun sanar. Bunu da dedik, burada lovğalanar, sanar qafiyədir və təzad işlənib. Özünü yoldaş yox, əmoğlun sanar. Lovğa adamı əmoğlu saymaq. Daha boyun əymez xidmətə, işə xidmətə, lovğalar yabancı olur hörmətə. Burada da inversiya və metafor işlənib burada. Lovğaların hörmətə yabancı olmağı. Və bundan sonra boyun böyüklüyü deyildir gərək, ümmət böyük olsun, bir də ki, ürək. Boyun böyüklüyü, boyun uca olması, yəni gərəkdir, bunun məzmununu bayaq dedik. Burada da təzad var, metafor var, bir də inversiya var. Dünyada ağıl tək bir ustad varmı? O bir qul yanında şagird olarmı? Varmı, olarmı?
V armı, ol armı. Zəngin qafiyə deyə bilərik. Bədii sual var burada, təşbeh var. Ağıl tək bir ustad varmı? Ağılı ustada bənzədir. Ağılla ustadı deyir. Burada təşbehdir. Suallar var. Bu suallar bədii sual olur. Bir də təzad var. Ağılın ustadlığı ilə qulun, ustadla şagirdin müqayisəsi var burada. Sənətdə bu lazım deyil, bu da lazım deyil. Sənətdə tək olan bu Xaqanidən gəlincə mənalı fikir eşitsən. Özünü tərifləyir, fəxriyə təsiri bağışlayır. Xaqanidən sən. Burada da var mübaliğə, inversiya, bir də incə mənalı fikir. Burada epitet olur. Qorun pis adamdan anla ki onlar, əqrəb tək kör olar, ilan tək lal kar. Pis adamlardan qoru. Burada da ilan, əqrəb kimi kör olur. İlan kimi deməli lal kar olur. Təşbehdir bu. Pis adamı əqrəbə, bir də ilana bənzədir. Ona görə burada da təşbeh olmuş olur. Artıq məzmunda bildik. Təhlilində hansı beytdə, hansı təsvir ifadə vasitəsi işlənib, onu da müəyyənləşdirdik. Bir də təkrar edirəm ki, əruz vəznində yazılıb, lakin dili gördük nə qədər asandır. Bu asanlıq ona görədir ki, 20-ci əsrin tərcümələrdir, yəni son dövrün tərcümələrdir. Elə bil ki, bugünkü günümüzdə yazılan əsər, belə deyək. Ona görə də demək, dili belə bizə rahat, sadə gəlir. Mövzusu nədir gördük? Əxlaqi, tərbiyəvi mövzudur, çünki öyüd nəsihət olunur. Sonra elə bir müəllifin gənc nəslə öyüd nəsihəti şəklində verilib. Lirik qəhrəman elə müəllifdir. Gənclərə nə səsləyir? Dostluq mövzusunda bir də vəfalı olmağa. Dostluqda möhkəm olun, vəfalı olun deyir, fitnələrə uymayın. Belə, bunun lirik qəhrəmanın da xüsusiyyəti belədir. Daha doğrusu lirik qəhrəmanın gənclərə nəsihəti belədir. Lirik növdə yazılıb, məsnəvi şəklində yazılıb. Bu qədər. Növbəti mövzumuzda Nizaminin Sultan Səncər və Qarı əsərini deyəcəyik. Hələlik bu qədər. Sağ olun.